Salam, bugün kompüteri sıfırdan öyrənənlər üçün çox vacib bir mövzuda danışacağıq. Bugünkü dərsimiz fayl və qovluq nədir? Kompüterdə etdiyimiz hər şey fayldır. Məsələn, şəkil, video, musiqi, sənət. Bunlar hamısına fayl deyilir. İndi gələk qovluğa. Qovluq nədir? Qovluq faylları yığmaq üçün yerdir. Necə ki, evdə paltarları dolaba yığırıq, kompüterdə də faylları qovluğa yığırıq. Məsələn, şəkillər üçün qovluq, sənədlər üçün qovluq və s. Əgər qovluq olmasa, kompüterdə hər şey qarışar. Niyə bu qədər vacibdir? Fayl və qovluqları düzgün istifadə etsən, axtardığını tez taparsan. Kompüter səliqəli olar, vaxt itirməzsən. Bu dərs başlanğıc səviyyə üçündür. Növbəti dərsdə internet və təhlükəsizlik mövzusuna keçəcəyik. Əgər öyrənmək istəyirsənsə, kanala abunə ol, videonu bəyən. Görüşənədək.